Salamlar. Necəsiniz dostlar? Nə var, nə yox? Neçə vaxt idi yenə video çəkmirdim. Ərincəklik basmışdı məni. Dedim ki, belə olmaz. Durum biraz evləri yığışdırım, vlog çəkim. Vlog çəkmədiyim günlərdə əlbəttə ki, ev yığışdırıram. Elə bilərsiniz ki, yığışdırmıram. Məsələn, hal-hazırda indi evi yığışdırırdım. Xalçanı götürdüm. Divanın altın masalkaların falan belə hamısını döşəklərini götürdüm. Divanın altını təmizləyəndən sonra birdən dedim ki, qoy vlog çəkim. Elə neçə vaxtda çəkmirəm. Kızımın da ad günü ərəfəsi idi, qonaqlarım gələsi idi, sonra parkaza da ora-bura gedəcək. Dediyim kimi də axşam divanın yastıqlarını qaldırdım, onun altını təmizləmişdim, xalçanı götürmüşdüm. Amma hal-hazırda bugün yenə divanın üstün başını biraz dedim pilsosluyum. Çünki axşam qızım oturmuşdu atası ilə burada biraz simişka çırtlayırdılar. Dedim buranı biraz təmizləyim, sonra gətireyim evləri silim. Nəhayət ki bugün evdə silirəm. Bəli, ev silirəm. Neçə vaxt idi ki şivabra almışdıq. Və o qalmışdı, elə aldığım kimi də qalmışdı. Yoldaşım gəlirdi, gedirdi. Hər dəfə mənə söz atırdı ki, bunu da aldım, bəzək üçün qaldı burada. İnarsız evdə 4-5 dənə şivabram var. Amma heç biri ürəyimcə olmurdu. Dedim bunu da alım, yoxluyum. Nəsə aldım, bir həftə idi ki, evdə qalmışdı. Yoldaşım gedirdi, gəlirdi, söz atırdı ki, bunu da aldın. Heç işlətmədin. Dedim elə bu gün o gündür. Gətirim, bu gün işlədim. Dekabr, yanvar ayı bizim üçün o qədər baş qarışıq aylar olur ki, hamının ad günü dekabr, yanvar aylarındadır. Bütün yaxınlarımın, bütün tanışlarımın ad günləri bu vaxtlardadır. Həm bayramın qaça-qaça, həm hədiyyələr almaq, həm nə bilim ad gününə hazırlaşıb getmək, hər nəysə çox qaça-qaçlı bir aylar olur bu 2 ay. Nəysə burada şivabranı açıram, baxıram 2 dənə içərisindən, daha doğrusu özünün üstündəki ilə bir yerdə 3 ədəd dəsmalı çıxır. Burada vannada su düzəldirəm. Vannada suya biraz domestos, biraz paraşok, nə bilim alma sirkəsi, duz. Eşitmişəm ki, alma sirkəsi və duz da evdə bin bərəkəti artırır, nə bilim göz nəzəri azaldır, nə bilim əlimə nə keçir, qatıram suyun içərisinə, deyirəm ondan bir evi silim, qəşəng ev fərəhlansın. Əslində evi gec-gec sildiyimə baxmayan, evi təmizləyəndə dib dəhnədən qəşəng-qəşəng təmizləyirəm. Bu otağı, hər otağı elə bil 3-4 dəfədən sildim, tərtəmiz elədim, ürəyim rahat oldu. Nə yalan deyim, bir də 2-3 ay, 4 ay sonra təmizləyəcəm, yəqin ki, yay gələndə. Nəysə gəldim, divanımın arxasını qəşəng, buraları da sildim, elədim. Dəsmalı birinci burada adi su ilə yuyuram, sonra isə hazırladığım o qarışımlı suda, paraşoklu suda belə deyim, qəşəng-qəşəng burada da yuyuram, sonra aparıb yenə silirəm.
Mən çox yoruluram iş görəndə qızlar, sizi bilmirəm. Mən biraz iş görən kimi tez yoruluram. Ona görə özümə burada yulaf, su, yulafla suyu, biraz isti suyu gözlətmişdim 1 saat zat. Sonra üzərinə bəhməz, biraz da banan əlavə elədim. Onu oturub yedim ki, biraz necə deyim, həm tox acı olmamışam. Sadəcə belə ürəyim nəsə istəyirdi, yorulmuşdum, dincəlmək istəyirdim. Atışdırmalıq kimi çox qəşəngdir və çox sağlamdır əlbəttə ki. Sonra keçirəm yataq otağına. Qızlar, nəhayət ki, yataq otağında artıq gələn dəfədən bu beşiyi görməyəcəksiniz. Yoldaşıma sökdürdüm. Elə bəhanə oldu ki, qızımın ad günüdür. Yoldaşıma ona görə sökdürdüm. Qızıma da başa saldım ki, dayıcı sən böyüdün. Yeri get öz otağına. Burada otağı yüngülvarı eləyirəm. Fikir verməyin buna. Əsas gətirib evi silib toz sıranlayacağam. Ona görə buranı belə elədim. Onsuz da həmişə belə eləyirəm də. Buranı belə elədim ki, biraz səlqəli görsənsin də videoda, Allah qoysa. İnanırsınız, hal-hazırda beşik otaqdan sökülüb çıxıbdı. Otaq o qədər böyüyüb, o qədər fərəhlənib ki, belə mənə qeyri-adi gəlir. Təsəvvür eləyin, bu evə köçəndən bu beşik bu evdə, bu otaqdadır. Hal-hazırda beşiksiz belə gözümə çox qəribə gəlir. Burada Yolkanın oyuncaqlarını istədim qoyam bu kravatın altına, gördüm sığmayacaq. Kravatımız yaman narahatdır, səs eləyir. Askona'dan almışdıq. Keçən dəfə demişdim sizə. 2 dəfə ustalar gəlib baxıblar, bir şey tapa bilməyiblər. İndi də dedim özüm biraz axtarım, araşdırım, amma yenə də tapa bilmədim. Nəysə görüm onu ya dəyişdirdim, ya deyəcəm ki, gəlsinlər bir dəfəlik düzəltsinlər, getsinlər. Çünki belə olmur. Yatanda mən tərəfdən dəhşət çox səs eləyir. Keçən dəfə Rossmanndan divan və stulları silmək üçün belə bir sprey almışdım. Dedim gətirin bir bunu yoxlayım, görüm. Divanın üstündə bizdə su ləkələri dəhşət çox qalır.
Materialı nabuk materialındadır deyə əli belə yuxarı aşağı eləyəndə belə onun izi qalır və bu çirkli görüntüsü yaradır. Mən divanın üstünə örtük sevmirəm, xoşlamıram. Ona görə də bu görüntü məni narahat eləyir. Dəfələrlə yuduzdursam belə ürəyim istəyən kimi olmayıb. Yenə deyirəm, çünki o su ləkəsi, adicə o əlin izi belə qalır. Nəsə gətirdim bununla siləm. Gördüm ki, yox, bununla da yenə də qəşəng silinmir. Divanın üstünü daha da belə sulu-sulu eləyir. Xoşuma gəlmədi. Baxın, burada belə elədim, püskürtdüm. Qaldı burada suyun ləkələri. Dəfələrlə bunu silməyə çalışıram ki, həmin o suyun ləkəsi getsin. Həmin o aldığım spreyi gətirirəm, biraz yenə oxuyuram, üstün başını deyirəm, bəlkə nəysə səhv eləyirəm, görürəm ki, yox, heç bir şey səhv eləmirəm, belə olmalıymış. Yəqin ki, divan üçün deyildi. Nəysə, burada dedim ki, qab yuyan maşının aldığım tableti isti suda belə əritdim və həmin o şeyin içərisinə, şivabranın içərisindən belə təmiz 3 dənə dəsmal çıxmışdı. Onun birində gətirdim. İnternetdə görmüşdüm, TikTokda qazan qapağına belə qoyurlar, silirlər. Əslində ilk dəfə görəndə şoka düşdüm. Çox qəşəng, tərtəmiz görsənirdi. Sadəcə divanı çox sulu eləyir. Ona görə bəlkə də çox təmiz görsənir. Nəysə belə hər tərəfini sildim. Sulu oldu əlbəttə ki. Çıxartdım, yastıqları qoydum kənara ki, qoy biraz suyu qurusun. Baxım görüm necə olacaq. Amma hal-hazırda belə görünüşcə məni qane eləyirdi. Burada da görürsünüz ləkə qalmışdı. Bilmədim o yağ ləkəsi idi, yoxsa nə idisə, belə ləkəsi var idi. Sizə deyim ki, mən divan quruyandan sonra baxdım ona, əməlli başda suyun ləkəsi yoxa çıxmışdı. Burada sildim, tərtəmiz elədim. Divanın yastıqlarını çıxardıb söküb yuyacağam. Ona görə ona vurmadım, onu silmədim. Əsas bizdə döşək deyirlər də bunlara, döşəklər ləkəli idi. Baxın, bu cür belə su ləkəsi kimi ləkələri qaldı, belə şampunlu kimi ləkələri qaldı. Yenə də məni qane eləmədi. Nəsə, xalçanın üstünü də gətirirəm, tüklərini bununla şotqalayıram. Burada paltarlarım qalmışdı, onları da ütülədim, yığdım. Artıq vlogu çəkə bilmədim orada. Burada qızımın saçını hazırlayıram. Səhərsi gündə artıq ad gününə aparırıq onu. Ambron Kidsə rezerv eləmişəm otağı. Oradan keçirəcəyik inşallah. Və burada dostları gəlir artıq yavaş-yavaş. Qonşu 2 dənə uşağı çağırmışdım. Dedim ki, gəlsinlər, biraz tez gəlsinlər, evdə həm oynasınlar, həm də biz hazırlaşaq, elə çıxaq. Buradan çıxıb gedəcəyik, gəlinimizgili götürüb, gəlinimizin uşaqlarını da götürüb, oradan gedəcəyik və ayağımı geyinirəm. Bu formada özümü sizə göstərirəm, lookumu və hazırlaşdıq, çıxırıq. Yolda da yağışa düşdük biraz və tortumuzu götürdük, gəlinimizgili götürdük, tortumuzu, zadımızı götürdük. Yolda da acımışdım, biraz onların uşaqların çöplərindən yedim və yollandıq ora. Təsəvvür edin, 1 saat yarım, 2 saat yolda qaldıq da, yəni o qədər həm uzaqdır. Getdik Ağşəhərə, gəlinimizgil oradaydı, onları oradan götürdük, sonra gəldik bura. Nəsə, nəhayət ki, gəldik, çatdıq və gedirik bizə ayırdıqları otağa baxmağa. Burada sizə otağın dizaynını göstərirəm. Otağı çox qəşəng bəzəmişdilər. Həm uşaqlar, həm özümüz çox bəyəndik. Adicə şar olsa belə, yəni göz oxşuyurdu. Çox xoşumuza gəldi. Nəsə getdim, McDonald's-dan uşaqlara yemək sifariş elədim. Həm uşaqlara, həm özümüzə. Dedik biraz yeyək, acmışdıq, sonra başladıq oyuna. Uşaqlar burada oynayırdılar, biz də otaqda əylənirdik, söhbət eləyirdik. Qızlar, burada bir şey xoşuma gəlmədi ki, burada səhifənin özü ilə danışanda xanım mənə deməmişdi ki, yubka, don geyindirmək olmaz uşağa. Mən də bilməmişdim, yubka geyindirib gəlmişdim və burada narazıçılıqlar yarandı, uşağı salmaq istəmirdilər. Nəysə, qızım biraz ağladı, elədi. Nəhayət ki, bir şalvar tapdıq, geyindirdik ona. Həll oldu, sağ olsun. Orada Aycun xanım köməklik elədi, rəhbər. Yəni deyirəm, xəbəriniz olsun ki, getsəniz mütləq şəkildə uşağa şalvar geyindirin və yaxud da şortik geyindirin. Nəysə, burada tortumuzu da kəsdik. Uşaqlar biraz tortdan yedilər, sonra getdilər yenə əylənməyə. Biz də mahnı qoşub oynadıq, əyləndik. Günümüzü belə yekunlaşdırdıq. Və burada Ambron Kids adından sağ olsunlar qızıma kiçik hədiyyə verdilər. Kiçik də olsa biz çox bəyəndik. Dəftər və kofe, çay və yaxud da belə su qabı kimi istifadə eləmək olardı bunu. Çox xoşumuza gəldi, sağ olsunlar.
və belə gözəl gündən günümüzü yekunlaşdırırıq. Sağ olun, hələlik.